İstanbul Büyükşehir Belediye Başkanı Ekrem İmamoğlu'nun da içinde olduğu belediye başkanları ve belediye çalışanları, gazeteciler, sanatçılar gözaltına alındı. Belediye sədri Ekrem İmamoğlu'nun həbsi ilə bağlı queer və feminist fəallar, həmçinin digər hüquq müdafiəçiləri etiraz edirlər. Onlar bu qərarın antidemokratik olduğunu və azadlıq mübarizəsinə böyük zərbə vurduğunu bildirirlər. Sürecin takipçisiyiz, meydandayız, meydanları boş bırakmayacağız. Kaybettikleri seçimleri iptal ettirmişlerdi, kayyumlar atanmıştı. Yani yasa yargı bir sopa gibi Türkiye'de adeta. Fəallar vurğulayırlar ki, bu həbslə barışmaq yalnız siyasi mübarizəni deyil, ümumiyyətlə insan hüquqları uğrunda olan hər bir mübarizəni daha da çətinləşdirəcək. Türkiyədə qadınlar və LGBTQ+ icması üçünsə mübarizə dayanmır. Erdoğan və AK Partiya hakimiyyəti müxalifətçiləri hədəf almaqda, anti-LGBTQ qanunları qəbul etməkdə israrlıdır. Erdoğan həmçinin İstanbul Konvensiyasından imtina etməklə öz mövqeyini sərtləşdirib.